Salam xanımlar. Mövzu 2-yə baxırıq, təhsil qanunu. Burada maddə 42-yə baxırıq, təhsil hüququ. 5 dənə təhsil hüququ var. Mən indi uzun-uzun yazmayacağam, buraya yerləşməyəcək. Mən dedikdən siz yazarsınız, dayandırıb. 1, 2, 3, 4, 5 dənə təhsil hüququ var. Birinci nədir? Hər bir vətəndaşın təhsil alma hüququ var. Yəni, hər bir Azərbaycan vətəndaşı təhsil almalıdır. Bu biri bildik, hə? İkinciyə baxırıq. İkinci nədir? Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Ümumi orta təhsil nə deməkdir? 9-cu sinifə qədər hər kəs təhsil almalıdır. Bunu bilirik. Yəni 10-11 könüllülükdə bildiyimiz kimi 9-cu sinifə qədər amma hər kəs təhsil almalıdır. 10-11 könüllüdür. Bu ikini bildik. 3-ə baxırıq. Maddi durumundan asılı olmayaraq istedadını reallaşdıran dövlət öz ixtisasımızdan götürək də deyək ki, Fidan deyək ki, çox yaxşı əl sənəti var, amma imkanı yoxdur deyə sərgiyə gedə bilmir deyək ki. Bu zaman nə olur? Dövlət bunun istedadının fərqinə varır və onu sərgilərə aparır. Yəni, bu üçə aiddir. Maddi durumundan asılı olmayaraq istedadını reallaşdıran dövlət. Üçü bildik. 4-ə baxırıq. Deməli, 4-də nə deyir? Azərbaycan təhsil sisteminə dövlət tərəfindən idarə olunur. 4-ü də bilirik. 5. Dövlət minimum təhsil standartlarını reallaşdırır. Bu nə deməkdir? Yəni, təhsil elədir ki, yəni, hamının başa düşüləcəyi bir şəkildə sistemlənir. Bax, onu deyir. Buraya qədər bildik. Çətin deyil ki, məncəyik. Başqa nə var idi? Təhsil alma forması var idi və təhsil forması var idi. Təhsil forması maddə 12-yə aiddir. Maddə 12. Bəziləri təhsil forması ilə təhsil alma formasını qarışdırır, amma qarışdırmaq lazım deyil. Baxın, yazaq bura. Təhsil forması. Təhsil forması. 3 dənə təhsil forması var idi. Bir nə idi? Formal. 2 nə idi? Qeyri-formal. Qeyri-formal. 3 nə idi bəs? Informal. Mən indi izah edəcəm, siz dəftərə qeyd eləyərsiniz. Deməli, formal nədir? Rəsmi dövlət sənədi ilə başa çatan. Rəsmi dövlət sənədi nədir, uşaqlar? Baxın, deyək ki, biz 4 illik universitet oxuyuruq, hə? Universitet bitəndən sonra bizə diplom verilmir. O diplom rəsmi dövlət sənədidir də. Bax, formal aiddir, elə deyilmi? Qeyri-formala baxırıq. Qeyri-formal nədir? Kurs yaxud rəsmi olmayan, amma sertifikatı olandır. Məsələn, kurslar açılıb, tip kursudur, kompüter kursudur, əczaçılıq kursudur. Onlar aiddir. Bax, qeyri-formal ona aiddir. 3-ə baxırıq. 3 nədir? Informal. Informal nədir uşaqlar? Bax, YouTube-dan, evdən öz-özünü inkişaf elətdirməkdir. Öz-özünü inkişaf elətdirib təhsil almaqdır. Yəni, burada heç bir diplom yoxdur, sertifikat yoxdur. Yəni, evdə təhsil almaqdır. Bax, 3-ü bildik, hə? Çətin deyil ki, bu, məncə yox. Baxırıq indi. Maddə 13-ə. Bayaq dediyim, təhsil forması və təhsil alma formaları. İndi təhsil alma formalarına baxırıq. Maddə 13-də idi o. Baxın, təhsil alma formaları. Baxın indi. Belə yazaq da, kameraya yerlərsin. Əsas. Baxın indi. 1. Birinci nə idi? Bildiyimiz kimi əyani idi. İkinci nə idi? Qiyabi idi. Qiyabi. Üçüncü nə idi? Distant idi. Distant. Distant nədir uşaqlar? Online dərs. Online. Yəni, məsafədən asılı olmayaraq online dərsdir. 4 nədir? Sərbəst. Yəni, eksternat. Sərbəst. İkinci adı nədir? Eksternat. Buraya yazaq ki, eksternat. Deməli, baxın, sərbəst nədir? Belə deyək də, bir şagird düşünün, 5-ci sinifdə oxuyur. Amma deyək ki, 7-ci və 8-ci, lap 9-cu sinifin riyaziyyat suallarına tam yaxşı cavab verir, ya da digər fənləri olsun. Yəni, bunun istedadıdır da, bu qabiliyyəti də elə deyil. Bu nədir? Sərbəstlərə aiddir. Vaxtından əvvəl bitirmək. 5-dədirsə, dövlət onu 7-yə atır. Deyək ki, 7-dədirsə, dövlət onu 9-a atır. Yaxud başqa sinifə, qabağa irəliyə atır. Yəni, vaxtından tez bitirir də dərsi. Sinifləri belə deyək. Sərbəstə aiddir. Bura yazım yerlərsin. Baxın, belə eləyək. Bir də nədir? Sərbəst 3 yerə ayrılır. Evdə,
stasional, stasional. Bir də nə var? Fərdi. Evdə nədir uşaqlar? Evdə yəni xəstədirsə evdə təhsil keçməlidir. Bunu bilirik. İkinci nədir? Stasional. Stasional nədir uşaqlar? 21 gün evdədirsə, evdə yaxud 21 gün həmən şagird xəstəxanada qalırsa, müəllim 21 gün ərzində, yəni 21 gün hər gün gedib xəstəxanada təhsil verir həmən şagirdə. Fərdi nədir? Fərdi də bildiyimiz kimi müxtəlif səbəbdən ya da ümumiyyətlə məktəbə gəlməyən insana evdə təhsil verməkdir. Və bura qədər çətin deyil ki, məncə yox. Baxın, indi silək buranı. Silək buranı. Baxırıq indi uşaqlar. Bütün buranı da silək biləm. Bir də nə var? Bir dəqiqə. Yerin yadımızdan çıxmasın və təhsil hüququydu da. Maddə 17-ni yazaq. Maddə 17 görüm düşür. Bəli. Maddə 17-də nədir? Təhsilin pillələri var. Həmsinin səviyyələri var. Gəlin bax. Təhsilin pillələri. Təhsilin pillələri. Həmsinin də səviyyələri var. Səviyyələri. Mən tez-tez yazıram ki, həm vaxta qənaət olsun, həm də mən deyəcəm, siz dəftərə qeyd edin. Birinci nə idi? Bildiyimiz kimi birinci məktəbə qədərdir, bax. Məktəbə qədər. Onun səviyyəsi yoxdur, buraya yazmırıq, 2-yə baxırıq. Ümumi təhsil. Ümumi təhsil. Ümumi təhsilin səviyyəsi nə idi uşaqlar? Məktəbə qədər, ibtidai, ümumi orta. Bax, hamısını buradan yazaq da. 1 olsun, bu 2 olsun. Deməli yazırıq məktəbə qədər, məktəbə hazırlıq daha doğrusu yazaq da, tam düz olsun. Məktəbə hazırlıq, ibtidai, biləliyək. İbtidai və ümumi orta. Ümumi orta. Bura qədər bildik, hə? 3-ə baxırıq. 3 nədir? Peşə təhsili. Yəqin ki, eşitmişsiniz də onu. Peşə təhsili. Peşə təhsili də səviyyə olaraq ilk peşə, texniki peşə və yüksək peşə. Bura belə yazaq da. İlk peşə, texniki peşə və yüksək. Bura qeyd eləyək. Yüksək peşə. Dördüncü nə idi? Orta ixtisas. Orta ixtisas nə idi? Kollec idi. Bura yerləşsin. Orta ixtisas. Lap belə yazaq. Kollec. Mötərizədə. Kollecin bilirsiniz ki, səviyyələri yoxdur. Belə qoyuruq. Bura yerləşsin. Bax, burada yazaq. Ali təhsil. Ali təhsil. Universitetlər və s. sayılır da, yəni. Ali təhsilində pillələr nə idi? Bakalavr idi, magistr idi və doktorantura idi. Gəl, bura belə yazaq. Baxın, indi bura yazaq. Bakalavr, magistr. Bir də nə idi? Doktorantura. Bax, bu qədər. Təhsil qanunu elə də çətin deyil. Gördünüz? Heç nə yoxdur. Sadəcə bunların hamısını dəftərə qeyd edirsiniz və çox oxumaqla hamısını başa düşürsünüz. Əsas başa düşsəz oxuyarsınız. Yəni durub 2-3 dəfə oxuyub gəlməyin üstümə. Xahiş edirəm. Heç olmasa 10 dəfə, 20 dəfə lap nə vaxta qədər tam başa düşəcəksiniz, tam öyrənəcəksinizsə onda olsun. Yəni bütün testlərinizdə yəni 0 səhv gözləyirəm. Mütləq hamısını düz yazın. Çünki bildiyimiz kimi 1-ci və 2-ci mövzular çox asandır, yəni. Həmçinin çox qısadır. Bura maddələri qeyd eləmədim. Maddələri dediyimiz kimi PDF atacağım.